Salam hörmətli abituriyentlər, Ərdəbil hakimliyi haqqında danışacağıq. Ərdəbil hakimliyi gördüyünüz bu bölgədə Lənkərandan cənubda Ərdəbil şəhərini əhatə eləyirdi. Şeyx Səfiyyəddin tərəfindən Səfəvi Sufi Dərviş ordeninin əsası qoyulmuşdu. Bunlar artıq Şeyx Cüneydin dövründə biz görürük ki, Şirvanşahların ərazisindən keçərək Dağıstana hücumlar təşkil edirlər. Həm ticarət, həm də belə deyək, qənimət məqsədi ilə Ərdəbillilər. Şeyx Cüneyd təbii ki, Şirvanşahların ərazisindən keçdiyi üçün Şirvanşahlarla toqquşur. Və 1460-cı ildə biz Samur döyüşünü görürük. Ərdəbil hakimi Şeyx Cüneydin Azərbaycandan şimala hücumu zamanı Şirvanşahlarla Samur döyüşü. Və bu Samur döyüşündə Qaraqoyunlu Cahanşah Şirvanşahlara kömək eləyir. Ona görə də bu döyüşdə Şeyx Cüneyd öldürülür. Şeyx Cüneyd İsmailin babası olur. İsmailin babası Şeyx Cüneyd 1460-cı il hansı döyüşdə? Samur döyüşündə öldürülür Şirvanşahlar tərəfindən. Birinci Xəlilullah idi həmin vaxt Şirvanşah, Qaraqoyunlu hökmdarı da Cahanşah. Yəni bu döyüşdə Qaraqoyunlular və Şirvanşahlar müttəfiq olub Ərdəbil hakimi Cüneydi, Şeyx Cüneydi öldürürlər. Şeyx Heydərin dövründə artıq Qaraqoyunlu dövləti yox, Ağqoyunlu dövləti var. Şeyx Heydər də həmçinin eyni marşrutla Azərbaycanın şimalından, Azərbaycandan şimalda yerləşən Dağıstan bölgəsinə səfərlər təşkil edir və bu səfərlər gördüyümüz kimi 1483, 1487 və 1488-ci illərdə olur. Və o da həmçinin Şirvanşahlarla toqquşmalı olur, çünki onun ərazisindən keçir. Bu döyüşlərdən sonuncusu 1488-ci ildə Şahdağ döyüşüdür. Şahdağ döyüşü və bu döyüşdə, Şahdağ döyüşündə bu dəfə Ağqoyunlular Şirvanşahlara dəstək olur. Və həmin döyüşdə Şeyx Heydər öldürülür. Şeyx Heydər də İsmailin babası olur. Yəni İsmailin atası Şeyx Cüneyd Qaraqoyunlu və Şirvanşahlar tərəfindən, atası Şeyx Heydər isə Ağqoyunlu və Şirvanşahlar tərəfindən öldürülür. Sultanəlinin dövründə isə Ağqoyunlu Rüstəm Mirzə, biz Ağqoyunlu mövzusundan bunu bilirik. Ağqoyunlu Rüstəm Sultanəlini öz tərəfinə çəkir, rəqiblərini əzəndən sonra mərkəzə qarşı olan şəxsləri. 1494-cü ildə Şəməsi döyüşündə Sultanəlini öldürür. Sultanəli də İsmailin böyük qardaşı olur. Sultanəlini öldürür və Səfəvi nəslindən qalır təkcə İsmail. Və İsmaili də onun atasının dostları qaçırdırlar Lahicana və Lahicanda onu yetişdirirlər. İsmail, bu dövrdə biz İsmaila Şah İsmail demirik. Çünki hələ şah olmayıb. 1501-ci ildə şah olacaq. Bu dövrdə biz İsmailə deyirik Şeyx İsmail. Bildiyimiz kimi 1500-cü il Əpər sazişi ilə Ağqoyunlu dövləti iki yerə bölünüb. Əlvənd Mirzənin başçılıq etdiyi Ağqoyunlu və Murad Mirzənin başçılıq etdiyi Ağqoyunlu. Və Ərdəbillilərin də, yəni İsmail və atasının dostlarının bir Ərzincan müşavirəsi olur və Ərzincan müşavirəsində qərara alınır ki, ilk zərbə endiriləcək Şirvanşahlar dövlətinə. Və buna müvafiq olaraq İsmail Şirvanşahlar üzərinə yürüş edir və 1500-cü il Cabanı döyüşündə Şirvanşahları məğlub edir. Onların xəzinəsini ələ keçirir. Ondan sonra Ağqoyunlu Əlvənd Mirzənin yaxınlaşmaqda olan qüvvələrinin fərqinə varırlar. Yəni İsmail Ərzincan müşavirəsindən sonra 1500-cü ildə Ərzincan müşavirəsini keçirtdi. İlk zərbəni Şirvanşahlara vuraq dedi. 1500-cü ildə Şirvanşahları cəzalandırır. Atasının qatili olan Fərrux Yasarı öldürür. Şirvanşahların xəzinəsini ələ keçirir. Ağqoyunlu hiss edir ki, bu yüksələn təhlükə yaman təhlükədir. Hücum eləyəndə Səfəvilər də Ağqoyunluların üzərinə hücum eləyir. Və bunların 1501-ci ildə Şərur döyüşü var. 1501-ci ildə Şərur döyüşü var. 1501-ci il Şərur döyüşündə Şah İsmail, üzr istəyirəm, baxın mən də səhv elədim, Şeyx İsmail Ağqoyunlu Əlvənd Mirzə üzərində qələbə qazanır və Ağqoyunluların birinci qoluna son qoyur. Təbriz şəhərinə daxil olaraq Səfəvi dövlətinin yaradıldığını elan eləyir. Və yeriyir
Murad Mirzənin üzərinə 1503-cü ildə Almabulağı döyüşündə və yaxud Həmədan döyüşü də deyirik buna, Ağqoyunlu Murad Mirzə məğlub edilir və beləliklə Ağqoyunlu dövlətinə tamamilə son qoyulur, dəyərli yoldaşlar. Və İsmayıl bundan sonra dövlətin sərhədlərini genişləndirməyə baxır. 1510-cu ildə Azərbaycandan şimala Dərbəndə hücum eləyir. 1510-cu ildə, həmçinin eyni ildə, yəni 1510-cu ildə Xorasana hücum eləyir. Burada Şeybaniləri məğlub eləyir və Xorasan Səfəvilərin ərazisi olur və İsmayıl, Şah İsmayıl artıq deyirik, Səfəvilər dövlətini imperiyaya çevirir. Amudəryadan Fərat çayına qədər sərhədlər genişlənir. Və növbəti hədəf isə, daha doğrusu növbəti rəqib Osmanlılar olacaq ki, bu haqda da gələn dərslərdə biz danışacağıq. Sağ olun, hələlik.